Məsləhət görürəm ki, axıra qədər bax. 2 gün sonra məzunlar, 1 həftə sonra da 9-cu siniflər imtahan verəcək, 3-cü sezondalar. Onunla da bu il sezon, buraxılış sezonu yekunlaşır. Bir dənə qalır blok. Sınavlarla, testlərlə bağlı çox danışmayacağam. Ümumiyyətlə çalışacağam danışmayayım. İndi uşaqlar, nə olur olsun, hər zaman sona kimi mübarizə aparın. 2 gündə qalsa, 1 gündə qalsa, 1 həftədə qalsa, sona qədər mübarizə aparın. Sabah geriyə dönüb baxanda bir neçə il sonra. Kaş ki deməyin. Kaş ki deməmək üçün əlinizdən gələni eləyin. Ola bilər ki, bacarmayasınız. Ola bilər ki, yaxşı nəticə yığmayasınız. Ola bilər ki, mübarizənizdə qalib gələ bilməyəsiniz. Bunun heç bir önəmi yoxdur. Önəmli olan tək şey əlinizdən gələni eləyib eləməməyinizdir. Əgər əlinizdən gələni eləmisinizsə, geriyə dönüb baxanda heç zaman peşman olmayacaqsınız. Özümdən bir misal çəkim, mən hal-hazırda olmaq istədiyim yerdəyəmmi? Xeyr. Olmaq istədiyim yer varmı? Yəni, gələcəklə bağlı xəyallar varmı? Bəli, əlbəttə ki, var. Hər zaman gələcəklə bağlı xəyalınız olmalıdır. Amma geriyə dönüb baxanda irəliləmişəmmi? Bəli. Tələb olanda, abituriyent yox, tələb olanda hər işdə işləmişəm uşaqlar. Afisiyant da işləmişəm, kafedə də işləmişəm, kassirdə işləmişəm, satıcıda işləmişəm, moykada da işləmişəm. Bu şəhərdə oxuyan uşaqlar bilər. Bakubasda belə işləmişəm. Yəni, hər yerdə işləmişəm. İndi məsələ bilirsiniz nədir? Olduğunuz yerdə, hal-hazırda olduğunuz yerin bir önəmi yoxdur. Önəmli olan harda olmaq istəməyinizdir. Onun üçün mübarizə aparmalısınız, onun üçün çalışmalısınız. Əmin olun ki, əlinizdən gələni eləsəz, o olmaq istədiyiniz yerdə olacaqsınız. Mütləq olacaqsınız. Başqa variant yoxdur. Sadəcə çalışmalısınız. İmtahanda nəticəniz pis olacaq, olmayacaq, önəmli deyil, ciddiyə almayın. Bu il olmaz, növbəti il olar. Ümumiyyətlə 9-lar üçün universitetə hazırlaşırsınız. Ümumiyyətlə bir önəmi yoxdur bu imtahanların. Yəni uşaqlar, qısası hər zaman sona qədər çalışın, təslim olmayın. Xüsusilə də sözüm oğlanlaradır, həssas və emosional yaşlardasınız. Ruhdan da tez düşürsünüz, tez də belə deyək, motivasiya olursunuz. Motivasiya olmaqdan çox uşaqlar, özünüzə bir hədəf seçin, bir gələcəklə bağlı bir qərar verin və onunla ardıca gedin. Hər zaman ondan ötürü çalışın. Geri qalan şeylər özü gələcək, özü düzələcək. Ola bilər maddi sıxıntı da çəkə bilərsiniz, ailəniz də çəkə bilər, hər kəsin başına gəlir uşaqlar. Mən özüm belə həmin sıxıntılarla böyümüşəm, əksəriyyətimiz elədir. Yəni, o şeyləri dərd eləməyin. Mütləq ki, qaydasına düşəcək olar. Sadəcə siz əlinizdən gələni eləyin, siz çalışın, var gücünüzlə çalışın. Mütləq ki, alınacaq, mütləq ki, bacaracaqsınız. Qətiyyən şübhəniz olmasın. Ona görə də imtahanda hər birinizə uğurlar. Qətiyyən qorxmayın, narahat olmayın, bacaracaqsınız. Bu qədər uşaqlar. Bunları demək istəyirdim sizə. Uğurlar hər birinizə.